deyirik. Əmoğlu, belə pis çıxmasın, bizim dərdimiz, sərimiz yoxdur. Şükür bizdə hər şey yaxşıdır. Mən belə baxıram ki, elə dərd süzdədir. Bu cür bahalı evdə, bu cür gözəl evdə qəlbi çirkli yaşamaqdır dərd. Neynirəm o evi ki, o evdə xoş istək yoxdur, xoş arzu yoxdur, xoş niyyət yoxdur. O evdə nə qədər bahalı əşya olur olsun, aparamsın tulla. Yaxşı, Qasım, əsəbləşmə, gəl gedək. Gedək. Gözlə bir dəqiqə. Əmoğlu, ola bilər ki, biz bu evə ucuz hədiyyənlə gəlmişik. Amma biz bu qapıdan girəndə dualarla girmişik. Kaş bu dünyada tikdiyiniz bu bahalı daşlardan olan evlərdən birini də yaxşılıq daşlarından orada tikə biləydiniz. Yadınızda saxlayın ki, bu dünya müvəqqətidir. Əsas evimiz oradır. Yaxşı, Qasım. Əmoğlu, sənə bir dəfə demişdim, yenə də deyirəm. Sağ ol hər şeyə görə, çox sağ ol. Günah səndə deyil, günah məndədir. Biz getdik. Əsəbləşmə, Qasım, gəl. Mən ən çox nəyə yanıram mən? Bayaqdan çıxıram, mən buşqalatla çay içəmədim. Yaxşı. Düş qabağıma. Rahatladın mı? Dincəldin mi? Düş qabağıma, yeri. Sağ ol əmoğlu. Dayı, Sağ ol. Gedin. sağ olun. Bir də bir söz deyim, yadımda saxla əmoğlu. Bu dünyada insanı dəyərli eləyən onun evi deyil, onun maşını deyil, onun bağı, bağçası deyil. Onun xoş sözüdür, bir də təmiz vicdanıdır. Mən bu evə göz aydınlığına gəlmişdim. Lağa qoyulmağa gəlməmişdim. Bir də yadımda saxla əmoğlu, bu dünya bir oyundur. Vəziri də, şahı da, topu da, atı da oyun qutaranda hamısı bir kutuya qoyulacaq. Sən də o kutuda olasan, mən də o kutuda olacam. Sağ olun.